Hamınıza salamlar dostlar. Bugün sizinlə birlikdə Farming Simulator 22'nin alt farm bölümü ilə qarşınızdayım. Dostlar, deyəcəksiniz ki, bu 640'lıq nədir və çamur uzadı, şeylər hara getdi, pulun niyə 10.000-dən 155.000-dən 14.000-ə düşdü, hamısının açıqlamasını bir-bir sizə deyəcəm dostlar. Deməli dostlar, mən kamera arxasında bütün bu işləri gördüm. Yəni kamera arxası deməyək də bunu, hardasa necə çəkdiyimi sanırdım, amma sən video kayıt almamış. Almamışkən də mən kayıt başlatmağa yadımdan çarpmışam. Qara potozu gətirdik, qoyduq yerimizə. Ondan sonra oradakı samanı yığdıq, qoyduq. Harasa 20 dəqiqəlik falan bir kayıt çöp oldu. Ona görə vaxt da gec oldu da. Bir dəqiqə buradan görmədiniz. Bir dəqiqə. Biraz o hara getdi. Hadi ha buradadır. Yani burada niye kaldı ki? Şey götürdüm. Ve hem tarlan bir dakika dostlar. Onu oradan çıkartma biraz uzun olacak. Orada. Hadi gel çık da. Deməli dostlar, bunu buradan gətirib belə qoyduq. 640'lıq nədir? Dostlar, 640'lıq o ki deyim, başa salmışsın. İzah edeyim. Deməli dostlar, bizim Master Ferguson 35'liğimiz vardı keçən bölümdə. Yorumlarda yazılmamışdı. Yəni onun özündən şey elədim ki, bu Türkiyədə Türk fiyat olduğu üçün Türkiye'de, Azerbaycan'da falan, Azerbaycan'da çok vaxt verib Belarus görmüşəm mən. Yəni ki, Avropa ölkələrində falan bundan istifadə olunur. 35'liğin də 14 numara şeyimiz var idi. 4'lü 14 numara pulluğumuz var idi. Sonra bunu desen güclə çəkirdi. Bəlkə də çəkmirdi. Ona göre ben de 640'lığı almağa karar verdim. O 2 kilometre sürətle gelirdi. Bu da yani çok bir şey değil. Bu da 5 ile gelir. Yani bu da hiç çəkilmir, ama yine de 35'likdən yaxşıdır. Görün yani tork attırım. Tork attırmayacağım, atacağım. Yani çok sürətli gedir. 6-0 atmıştım ben. 6-0 bağladım. Onsuz da bu heç yəni böyle. Buraları şey elədim. Ondan sonra pulumu gördüm ki çok da qalın. Onu düzəltdim. Sonra buranın samanı zaten yığışdırdıq. Töküm orada römörkdə qalıb oradadır. Hasatı satdı dostlar. 270 yox 400 neçə TL verdi. Hasat. Bu da şey bağlıdır məndə. Döviz çeviricisi. 1 dolar 1 TL'dir də hardasa. Şey oldu, adı neydi onun? 470 TL verdi. Siz bir ton çıxmadı, 800 litre falan çıxdı. Ama bir de bu şey gəlir, bu qonşu kəndə gətiriblər. Bu deyilənə görə bizim kəndə də gətirəcəklər. Şey o, bu biçər, dövər, biçərdir, nədir o? Kombayndır, nədir? Ondan gətiriblər, o şey, bu patoza zaten heç ehtiyac qalmamış onunla. Bu əskilərdən modunu vermişəm. Nəysə. Onu gətirirsən, o samanı da tökür. Samanı da tökür. Şey eləyir, adı nəydi onun? Samanı ayrı tökür, buğdavı ayrı. Görək də indi ondan deyilənə görə bizim kəndə də gələcək.
gələn şeyə hardasa harmanadan görək neyinirik. Mən buranı yəni tez düzləşdirim. Ondan sonra mən simsal verimi deyəsən bağlamışam mən. Gedim tez ona şey edeyim. Adı neydi onun? Gübrə alım. Gübrə və tohum alım. Gəlim ona şeylə əkim. Bir də dostlar, fikrim var şey eləyimə. Adı neydi onun? Gerçək həyata başlayayım, amma belə deyim də ekib açmışam, burası ekibdə tək. Ekib açmamışam, ne? Ekibim yoxdur. Təkəm, bilmirəm, burası nətər çəkim. Görək də, təqdir ilahi. Bizim siniflər əvvəllər bir can dostum var idi. Buradan ona salam olsun, əgər bu videonu izləyirsə, biləcək. Adı da Ziya idi. Əslində əvvəllər deyiliyim də can dostumda. Onunla birlikdə görək də 9-cu gələn 9-cu siniflə mən imtahanda var. Ona görə videolar biraz az gələ bilər. İmtahana görə. Yəni hazırlaşacağım. Ondan sonra da imtahandan sonra da 25'e keçəcəm. İmtahandan sonra 25'e keçəcəm. Allah'ın köməkliyi inşallah ben 150 bal yığım. Sonra da 25 videoları çalışacağım atım. Belki 22'nin idare edeyim. Təkcə dostlar 22 atmayacağım. Başka videolar da var. Mesela ben sabah telafi olarak indi bir tane anket açacağım. Ya bunu ya da ki ya Old Farm ya da ki şey Minecraft ETS'de koyabilirim. Ne hansını istəsəz onu eləyərik. Mənim üçün heç bir problem deyil. Minecraft, ETS, Assetto'da harita modu indirməmişəm. Ona görə Assetto qalsın. Assetto'ya sonra baxarıq. Burada nə qədər yer saxlamışam. Dostlar, belə gedəsi deyil, yəni alması iş deyil də. Tez buranı düzləşdim. Sonra da neyini sonra da nəsə hədə deyirəm ya, dedim axı bayaqlar. Gəlin buranı əkim, gübrəsini falan verim. Taşı belə baxıram, yoxdur taşı. Taş yoxdur, ona görə taşı yoxdur. Bir tane bir kav olsaydık ne geçenci olardı. Bunu çalışıram, kanalın etkileşiminde qaldıram. Bir de dostlar like atıp abone olmayı unutmayın. Çünkü gecənin bu vaxtı sizin üçün video çəkirəm. İstəməm borcum dəyər bu işi platformadan bizə bunu eləməliyim, amma siz de ona görə də bir like atıp unutmayın. Tez buraları düzləşdirin. Tez buraları şey edin. Buraları 15 dəqiqə falan olacaq. Yəqin ki bu video əkəcəm, sonra da yəqin ki bu video bəlkə bitdi. Old Farm bölüm 2. Bu tək qalan yerləri indi götürməyəm. 640 tərəfə nə kimi? Bir də dostlar, mən gələcəkdən gəlirəm. 2002-ci ildə Qurtlar Vadisi başlayacaq.
Bu zarafat Ragnar denemiştim. Ondan görmüştüm. Gedib şey deyirdi, bir yöne deyirdi. Deyirdi bir yol mən geçmişdən gəlirəm. Gələcəkdən gəlirəm demə yerinə demişdi mən geçmişdən gəlirəm. 2002'də şey başlayacaq. Kurtlar Vadisi başlayacaq. Tez. Buraları götürün. Dostlar elə bir dönüş elədim ki, yəni heç Enes Batur bəlkə belə bir dönüş elədim. Enes Batur demişkən, yeni traktorumuzdan da Enes Batur qəzası eləməyə inşallah. Bir tane dostlar mod gözləyirəm. Dostum var, mənə bir kurbanlıq mod atacaq. O şey Ragnar falan eləyir. Onda var. O mənə bir kurban mod atacaq. O mod gəlsin, bir dənə traktorumuz üçün bir dənə devirərik. İnəklərdən. Tez ol. Yalara. Aldı. Dön. Yaydı adam pisinden de pişiriyor. Burası ikisi var. İşte topladı. Gidelim yani. Ne çiftçiye hürmet qalıb, ne bir şey. Ver. Hoppa. Beni basaq. Böyle sökdüm. Neyse dostlar, bugünlük bu kadar. Videomuzu burada sonlandıralım. Sabaha kaldı için sabah video atacağım. 2 video sonra olacak. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Sabah görüşərik.